Değerli soydaşlarım, İlham Əliyev Azərbaycan xalqına soyqırım edir. İlham Əliyev, sus İlham Əliyev, İlham Əliyev Azərbaycan xalqına soyqırım edir. Milyonlarla insanları evsiz, işsiz qoymaq xalqa soyqırım eləmək deməkdir. İşsiz, evsiz insanları ölkədən didərgin salmaq, 6 milyon insanı evsiz, işsiz qoyaraq ölkədən didərgin salmaq soyqırım deməkdir. Haqqını tələb edənləri türməyə basmaq, 10 minlərlə insanı türməyə basmaq soyqırım deməkdir. Tərkibi dəyişdirilmiş, tərkibi bilinməyən ərzaq məhsullarını hələ PKK-ya bağlı Abdulvari Gözəl, Hasan Gözəl qardaşlarının Azərsun firmasından, İlham Əliyevin ailə şirkətindən şərik olan xalqa satmaq soyqırım deməkdir. Ərzaqların qiymətini hər gün qaldırmaq, fantastik dərəcəyə çatdırmaq, Avropadan belə baha eləməsi soyqırım deməkdir. Sərhədləri bağlamaq soyqırım deməkdir. Uşaq pulu vermək soyqırım deməkdir. Uşaq pulu verməmək, milletin kökünü kəsmək soyqırım deməkdir. Ona görə İlham Əliyev xalqa soyqırım edir. İlham Əliyev xalqa soyqırım edir və İlham Əliyev cəzalanmalıdır. Azərbaycan xalqına İlham Əliyev soyqırım edir deyə Azərbaycan xalqına İlham Əliyev və Mehriban Əliyeva soyqırım edir deyə cəzalandırılmalıdır və cəzası olmalıdır. İlham Əliyevi ailəsini lazımdır. Lazımdır. İlham Əliyevi qoruyanın ailəsinə, körpələrinə qədər koymaq lazımdır. Eləyən qalmamalıdır İlham Əliyevi. Hansa polis serjantı belə İlhamı qoruyursa, ailəsini, körpəsini körpəsinə qədər var. İlham qoruyanın evində, ailəsində salamat adam qalmamalıdır. Görürsünüz, Azərbaycan zabiti. Vaxt var idi, başıma erməni pul koymuştu. Erməni, mən olan bölgədə erməni yata bilmirdi. Anasını vətən üçün canımı fəda eləyirdim. İndi səhərdən akşama veş daşıyıb, yük daşıyıb, gəlib burada yayım eləyirəm. Saat nəmi Azərbaycan 12'ye qalıb, 11'e qalıb, hər nəysə. Eləcə də başqa blogerlər, hamısı, labo zəhlim getdiyi Rəfaildən belə, hamısı kimi işləyirlər, zülüm çəkirlər məni kimi. Hani be bizi erməni maliyyələşdirirdi, əsik ananıza, başınıza. Ve bizi erməni maliyyələşdirirdi. Bakana kime deysen şoka düşer. Yazık o blogerleri qınayan atasına olsun. Süleyman'a baksan firmada işləyir. Orxana baksan zülüm çəkir. Manava baksan ne bileyim nədə işləyir, zülüm çəkir. Hamısı erməni maliyyələşdirilmiş Avropadakıları. Yalansa var yoxunuza ermənilər. Ana başınıza ermənilər. Dünən, bugün zorla nefrət çatdıran gecikməklə belə də deyəndə deyirlər, Qabil sən prezident mi olar, sən bir dənə problem həlli, özünü dolandıramırsan. Təkcə məhkəmələrimə 80-100 min euro pul çıxıbdı, təkcə 80-100 min euro.
Kimə görə? Xalqa görə. Bəlkə yüzlərlə, minlərlə mesaja cavab verəməmişəm təkcə dünən bugün. Təkcə dünən bugün. Mesaj deyəndə nə deyir? Qabil bunu yayımla, qabil onu deyir, qabil bu problemdir, qabil onu deyə bilmir amma. Çatdıra bilmir amma. Deyələmətələn dəyərli soydaşlarım, amma yanıram, mübarizəmi axıra çatdırmalıyam, partlayıram. Mübarizəni axıra çatdırmalıyam, İlham Əliyevin nəslini doğmalıyam, ətrafını doğmalıyam, İlham Əliyevin ətrafını doğmalıyam, İlham Əliyevin ətrafını azadlıq meydanında oları. Özünü və ətrafını. Yəni Kərimzad meydanı da öyle bunlar hamısı hökumətə bağlı şeylərdir. Hamısı hökumətə bağlı şeylərdir. Çərçivə çizirlər bundan qırağa çıxanmazsa. Vəssalam. Meydan qabil meydanı. Ona görə İlham Əliyev 24 maddə ilə mənə cinayətçi qaldırır. Hə? Mənə inanmayın. İndiyə kimi görmüşsünüz ki, dünyada, Azərbaycanda demirəm, dünyada 24 maddə ilə cinayətçi qaldırılıb, qiyabi həbs qərarı 16 il verilən adam tanıyırsınızmı? Bin Ladenə 4 dənə maddə ilə cinayətçi qaldırılıb, ən çox Öcalana qaldırılıb 14 dənə maddə ilə. Mən elə beləm adamam, mən. Sadece problem değil. Problem değil. O da var. Bir kişisini danlayacağım, işlerini görecekler. O da atır, patara batır haberleri. Danlayacağım, işini görecekler. Məni məlumatsız qoymayacaqlar, mənim məlumat mənbələrim. Amma onlar da sadə vətəndaş deyil, ha. Polkovnik vəzifəsində olan, general vəzifəsində olan adamlardır. Bakın, qara millət. Ağzından su tökülən, nə bilim, mədəsinin isi ağzından gələn, kartof yığırlar, uzanıb kartofluğun içinə belə. Mənim adamım çəkir belə, mənim adam da böyle. Orada işləyənlərin mən əlaqə salam sağ ol eləyən də WhatsApp'da. Çəkir belə. 46 dərəcədə işləyən adamları çəkir icra başçısının şeyində də, sahəsində. Belir, sən söyüb qoyalıylar ki, sən şərxada adamsan, başımızı oynaçarsan, çörəyimizdən eləyərsən. Sənin çörəyini senin çöreğini. Çörəkdir o. Kartof çolunun dibinde uzanıp 46 derecede 14 saat 16 saat işlədirlər. Yay günüz uzundur. deyir çəkir ki belə 46 derece işlədir də insanları belə olmaz. Adam deyir kadınlar qovalayır ki sen o alacaqsan çörəyimizdən eləyəcəksən. Daha da Mənə var ha, mən canavar kim oğlanım ha. Gedin soruşun, mən tanıyanlar bilir ha, mən 6-7 fəhlənin işini tək görən oğlanım ha. Mən bu yayımlara qoşulmasaydım, bu siyasi hədəflərim olmasaydı, mən indi Almanya'da villa giymişdim, nə bilim, bütün problemlərimi həll eləmişdim, hələ altımda da bir Galimbagen var idi. Sadece bakıram bu inni xalq üçün. Deməsinlər ki, bu xalqın, bu milletin içindən bir kişi çıxmadı. Kürtlər, Yerazlar elə deməsin, nə bilim, o cürbəcür o Naxçıvanlılar var, hansı ki, vəzifədə olanlar deyiləm. Deməsin, bu xalqın içindən kişi çıxmadı. Deməsinlər, bir keçi bəyiniz var, saqqalı keçi, iç. Bir başını oynaştı Heydər Əliyevin. Heydər Əliyevin yalayan Nətər yenə? Nətər yenə? Nətər yenə Əli Kərimin mavinləri 30 minlik, 40 minlik maşında gəzir. Mən Almanya'da 1000 manat maşında gəzirəm. Bu qədər də mənim devlət evimin pay şeyimi verir. Nətər yenə onlar biri geyindi, hələ iqtidar demirəm, iqtidar rədd olsun. Müxalifətin belə
Bir dənəsinin geyindiyi kostyum şalvarı mənim nəslimdə heç kim geyinəmir, o cümlədən mən. Müxalifət elə olmur, hə? Müxalifət olur o da bax. İmamoğlu kimi, içəridə Tikhanovskaya və əri kimi, Saakashvili kimi. Mən en azından Kaçaryan Sarkisyan kimi. Atırırlar iktidar muhalefetten, razı muhalefet iktidardan. Birbirinin xətrinə dəymirlər. Sen ölmüşsün ha. Ağıllı olun ha. Düzəməlli muhalefetçiliğinizi eləyin ha. Biz her şeyi görürük. Bütün iktidardan da olan hayfımız sizden çıkmayayım. Gedin yatın türmədə. Avropada danışma fasatdır diyen balası. Danışın da. Danışın da. Danışın da. Bütün muhalefet rəhbərlərinin əli kərimi başda olmaqda. Ne İshak Əmbərindən tutun, Arif Hacılıya qədər. Nem hele benim en sevdiğim Elzami'nden tutun, Əli Kərimliyə qədər. Tofiq Yağburdan tutun, ne bileyim, Cəlaloğlu'na qədər. Hamısının balaları Avrupadadır. Hamısı muhalefetçiliğe de göre oturum alıblar. Bir gecəyi danışsında da benim %1 fəaliyyətimi ortaya koysun da bir dənəsi. Hiç olmasa benimle bir yerde yayıma çıksın da ne? Yayıma çıksın da ne benimle bir yerde? Ay ki bunlar Allah'ın razı veren razı ki. Ay Allah razı veren razı ki bunlardan sen muhalefet olmaz ha. Ay bu ülkenin başına kabil ve kabil psikolojiyada, ideolojiyada adam gelmese, inanın Allah'a o Keçi Bey var değil, Keçi Bey. Bak ondan da beter olacaksın. Çünkü bu milletin çok alıp, çünkü bu milletin çok alıp. Çok alıp bu millet. Elzami Salayev kiminle danışanda dedi abi beyin toplantısında bir neçə adam sənə karşı danışırdı. Onlarla mübahisə elədim. Bildim ki bunu koyacaklar içeri. Bak. 2 dəfə mənə bu sözü dedi. Daldalı özdə bir həftə, bir 10 gün arayla. Dedi Qabil dedi. Beyin toplantısıydı, mən də oradaydım dedi. Xaç cəbhəsində. Orada sənə karşı danışanlar vardı. Bildim de Mehmet İbrahim gök verenler var, o kadardı ki orada. Dedi ki sənə karşı danışanlarla mübahisə elədim. Xalq Cəbhəsinin o məclisin toplantısında. Bildim ki o içeri koyacaklar. Gördünüz, koydurlar. Bunlar hökumətin əlbirdə ki. Niyaməddin neydi onun adı? Niyaməddin Əhmədov. Ne günahı var onun? Ne günahı var onun? Hani onun məhkəməsi kararını niye Avrupa'ya vermişsiniz ha? Niye vermişsiniz ha Avrupa'ya? Ha? Məhbuslar olanda şey olur ha, biraz elə bilirsiniz vesi qalır partiyanın. Hani Niyaməddin Əhmədov günahı neydi? 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 Yaşa Avropa məhkəməsi, Almanya məhkəməsi, məni də Niyaməddin də haqlı çıxardıbsa, mən məhkəməni udmuşamsa, Niyaməddin Ali Məhkəməsinin qərarı varsa, niye onu da göndərməmişsiniz mənə? Niye vəkil tutmamısınız, göndərməmişsiniz mənə? Niye? Verim anasını ağladım Avropa məhkəməsi İlham Əli Kərimli hüquqşünasdır. Mavinlər də hüquqşünasıymış. Hələ birdən özləri problemini həll eləyə bilmir. Odur bax, gece gündüz arvadınızı, kızınızı, uşağınızı söğürdü. Ruslanlar, Rəfaillər, Oğuzlar, o bislər, bu bislər. Neçəsini məhkəməyə verdim, neçəsini dağıtdım, neçəsi indi ağzını aça bilir. Bir dənə Oğuz qalıb ha, bir dənə Oğuz qalıb. Onun da sənədləri hazır. Sadece baxıram axır vaxtlar mübarizəsi xoşuma gəlir deyə bir balaca yarı hissəsi. Ona görə o Əli Oğuza toxunmuram. Çox fikirləri məmkin üstə düşür deyə toxunmuram. Hamısı verəcək məhkəməyə çabalaya qalıblar. Çıxın indi bir Əli Kərim uşağın arvadını söysün də. Söyə bilər mənə nisbətən, bu çıxışıma nisbətən, amma sabah məhkəmədə üzə gələndə
Olsa bu yaxın günlərdə məhkəməm olacaq. Bax o məhkəmənin pulunu toplayıram mən. Mən bu gün hamballıq eləyirəm, məhkəmənin pulunu toplayıram. Mən bu gün təhlükəsizliyimin garanti olaraq müəyyən işlər görürəm. Onun üçün 5.000-10.000 civarında pul lazım idi. Səsləndik düzəlmədi də qardaş, düzəldənmədi. 20%-ni, 25%-ni zorla düzəltdilər, qalanını hamballıq eləyib düzəldirəm. Səhərdən axşama hamballıq eləyib yük daşıyıb düzəldirəm. Bəziləri deyə bilər ki, ay Qabil, ay sən özünü düzəldənmirsən, ölkəni nətər düzəldəsən, mən Manolu və Putinin nəslinin ağzına, mənə inanmayanlara deyirəm. Putin aeroportda yük daşıyırdı, hamballıq eləyirdi. Paşinyan toy uğursuydu. Zelenski aktörüydü. Rafael Coşkun'un bir tayıydı. Heydər Əliyev gələndə deyirdik, yatmağa yerim yoxdur. Qardaşımın evində yatıran, bir də Əli Heyvanovun evində. Ne oldu? Bunlar hansısa, bunlar körpəlikdən belə hansısa siyahadaydılar. Hansısa siyahadaydılar. Bunlar körpəlikdən belə, bunlar seçilmişlərdən idilər. Gördün? Hara gəldi çıxdı. Mən də gələcəm çıxacağam. Mən də gələcəm çıxacağam. Ən yüksək zirvələrə gəlib çıxacağam. Amma bir dənə, o bir neçə nəfərdən başqa, mənə dəstək olanlar var. Meydan dəstəyi, media dəstəyi və maddi dəstək. Bir neçə adam var da, deyək ki, bir meydan dəstəyi deyək, bir neçə 100 adam dəstək verdi o vaxtı. İndiki dəstək heç Avropa düyməni basacaq, hamı qalxacaq ayağa. Bizim generallar özləri qaldıracaq ayağa. İndiki lazım deyil. Sonra nə idi orada? Media dəstəyi cəmi 4, 5, 6, 7 nəfər, uzağı 10 nəfər var ki, kanal açıb mənim videolarımı paylaşırlar, özünüz də görürsünüz. Məni qaldırmaq üçün, lağ eləmək üçün yox. Bir də bir üst-üstə gəlsək bir 10 nəfərə qədər adam var ki, mənə və ya mənim üzərimdən kiməsə yardım edir. Vəssalam. Bunlara əlavə devlət imtiyazı olacaq. Əlavə bunlara qayğı olacaq əlbəttə ki. Günahları varsa bağışlanacaq əlbəttə ki. Bir ediblərsə 1000 misli qaytarılacaq, şərait yaradılacaq əlbəttə ki. Amma ki, adamın insafı olar, adam olmaz.